Məşədi müəllim, qışda torpağın şumlanması hansı faydaları verir? Əsasən şum çələb bitkisinin məhsulu yığılan devirdə aparılan əməliyyatdır. Şumun vaxtının gecikdirilməsi torpağın qurumasına səbəb olur ki, o da nəticədə şum zamanı iri kəltənlərin yaranmasından nəticələnir. Bax, o iri kəltənləri də növbəti bitkinin səpin qabağı becərilməsi üçün hazırlayıb xırdalamaq çox çətin olur. Ona görə biz istənilən bitkinin məhsulunu yığan kimi dərhal şum aparmalıyıq və əgər sahədə alaqlanma varsa da əvvəlcə sahə üzlənib sonra şumlanmalıdır. Bu da təsadüf eləyir, məsələn, təxminən yay, iyul ayından başlayaraq o hansı devirdə bitki əkilibsə də, məsələn, yazlıq bitkilərin məhsulu yetişir yayda, iyul ayında, bir də payızlıqların, taxılların xüsusən məhsulu həmin devrə düşür. Ona görə şum əsasən yay və payızın əvvəllərində aparılmalıdır.